Qur'anda kitab əhlinə verilən dəyər. Müsəlmanlar kitab əhli ilə evlənə bilərlər. Onların yeməkləri müsəlmanlara, müsəlmanların yeməkləri də onlara halaldır. Qovulmuş şeytandan Allaha sığınıram. Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin, Musəvi və Xristiyanların yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli və azad mömin qadınlar da. Sizdən əvvəl kitab verilənlərin, Musəvi və Xristiyanların azad və ismətli qadınları da namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehirlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o axirətdə ziyana uğrayanlardan olar. Maidə surəsi 5-ci ayə. Bu ayə çox müxtəlif və əhəmiyyətli təfərrüatlarla kitab əhlinin müsəlmanlar üçün dəyərini açıqlayan bir ayədir. Bu ayənin hökmünə görə müsəlman bir kişiyə kitab əhlindən olan qadınlarla evlənə bilmək haqqı verilmişdir. Buradakı haqq əhəmiyyətli bir haqqdır. Çünki Qur'anın qovulmuş şeytandan Allaha sığınıram. Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara. Eləcə də təmiz və əməli salih qadınlar təmiz və əməli salih kişilərə, təmiz və əməli salih kişilər də təmiz və əməli salih qadınlara layiqdirlər. Nur surəsi 26-cı ayəsinin əmrindən ötürü müsəlmanlar təmiz və yaxşı insanlarla evlənməklə məsuldurlar. Bu hökmlə Musəvi və Xristiyanların təmiz və yaxşı insanlar olduqlarına dair mühüm bir işarə verilmişdir. Bununla yanaşı, bu ayə ilə bildirilən mühüm bir xüsus var. Bir müsəlman Musəvi və ya Xristiyan qadını həyat yoldaşı olaraq alır. Ona arvadım, həyat yoldaşım, sevgilim deyə xitab edir. Onunla ailə həyatı qurur. Bütün ömrünü onunla birlikdə keçirir. Hətta axirətdə də əbədi həyatını onunla birlikdə keçirməyə niyyət edir. Bu insan bütün dünya həyatı boyu bütün çətinlikləri, gözəllikləri bölüşdüyü yeganə insan olur. Xəstələndiklərində bir-birlərinə baxır və bir-birlərinə etibar edirlər. Mövhumatçıların ölçüsünə görə bir insan, sevgilim dediyi, ömrünü birlikdə keçirdiyi, öz canını əmanət etdiyi, öz uşaqlarının anası olan bir insana Xristiyan və ya Musəvi olduğu üçün qəflətən düşmən kəsilərək onu lənətləndiyini mi deyəcək? Bütün həyatını onunla keçirdikdən sonra bir gün bu ağac mənə xəbər verdi. Arvadım bir Musəvidir və onun arxasında gizlənir deyib onu qətlə yetirməyə mi qərar verəcək? Bir insan bunu ancaq əqli çatışmazlıqdan əziyyət çəkdikdə edə bilər. Qur'ana tabe olan ağlı başında bir müsəlman üçün Musəvilərə və Xristiyanlara göstərəcəyi sevgi ölçüsü bu ayədə bildirilmişdir. Ayədə həmçinin müsəlmanlara əhəmiyyətli bir haqq da verilir. Kitab əhlinin yeməyindən yemək haqq. Bu mühüm bir xüsusdur. Çünki məlum olduğu kimi müsəlmanlar özlərinə haram buyurulmuş bəzi yeməkləri yeməməyə diqqət göstərməlidirlər. Bu yeməklərdən bəziləri donuz əti və Allahdan başqası üçün kəsilmiş heyvanlardır. Musəvi və Xristiyanların yeməklərinin müsəlmanlara halal buyurulması bu insanların etibarlı olduğuna dair zəmanətdir. Bu Musəvi və Xristiyanlara da aiddir. Həmçinin ayənin hökmünə görə müsəlmanların yeməkləri də onlara halal buyurulmuşdur. Burada həmçinin digər bir dostluq ifadəsinə də diqqət çəkilməlidir. Kitab əhli və müsəlmanlar yemək yeyilən eyni bir mühitdə ola bilir, bir-birlərinin qonağı ola bilir, eyni süfrə başında əyləşə bilir və bir-birlərini qonaq qəbul edə bilirlər. Burada dostluq əlaqəsi təsvir edilir. Kinə, öldürməyə əsaslanan nifrət mühiti deyil, sevgi, dostluq və qardaşlıq mühiti təsvir edilir. Bu ayədə keçən hökmlər bir mövhumatçının əsla yanaşmayacağı və əsla qəbul etməyəcəyi hökmlərdir. Qur'anla verilmiş bu haqq mövhumatçıların dünyasında həm haram, həm də dəhşətli bir senaridir. Bir mövhumatçıdan kitab əhlindən bir insanla evlənməyin və ya onun qonağı olaraq süfrəsindən yemək yeməyin mümkün olub-olmadığı soruşulsa, bunu hiddətlə rədd edəcəkdir. Aydındır ki, mövhumatçıların hökmləri Qur'andan deyil.
deyil. Çünki hökm qoyanın Qur'an olduğunu qəbul etmirlər. Kitab əhlinin mövqeyini təkcə bu ayə açıqlamır. Allah Qur'anda kitab əhlindən olan bəzi insanları tərifləyir. Mövzu ilə əlaqədar ayələr bu cürdür. Qovulmuş şeytandan Allaha sığınıram. Musanın qövmündən elə bir cəmaat vardır ki, insanları haqqa yönəldir və onun sayəsində ədalətlə hökm verirlər. Ərəf surəsi 159-cu ayə. Hamısı eyni cür deyirlər. Kitab əhli içərisində elə bir cəmaat vardır ki, onlar gecələri ayaq üstə durub Allahın ayələrini oxuyaraq səcdəyə qapanarlar. Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur. Pis əməlləri qadağan edir və xeyirxah işlərdə yarışırlar. Məhz onlar əməli salihlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. Ali İmran surəsi 113-cü 115-ci ayə. Həqiqətən kitab əhlindən elələri də var ki, həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə Allaha böyük hörmət göstərərək iman gətirir. Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq hesab çəkəndir. Ali İmran surəsi 199-cu ayə. Qur'andan əvvəl özlərinə kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara Qur'an oxunduğu zaman biz ona iman gətirdik. O həqiqətən də Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik deyirlər. Qəsas surəsi 52-53-cü ayə. Lakin onlardan, Musəvilərdən, elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olana inanır. Dosdoğru namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. Nisa surəsi 162-ci ayə. Şübhəsiz ki, iman gətirənlərin Musəvi, Xristiyan və Sabilərdən Allaha və axirət gününə iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Bəqərə surəsi 62-ci ayə. İman gətirənlərin ha belə Musəvi, Sabi və Xristiyanlardan Allaha və axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Maidə surəsi 69-cu ayə. Biz Xristiyanlarıq deyənləri isə sevgi baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: "Ey Rəbbimiz, biz iman gətirdik. Bizi də şahidlərlə bir yerə yaz. Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki, Rəbbimizin bizi əməl salih cəmaat arasına daxil edəcəyinə ümid edirik." Belə dediklərinə görə də Allah onları ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları ilə mükafatlandırdı. Yaxşı işlər görənlərin mükafatı budur. Maidə surəsi 82-ci 85-ci ayə. Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan 12 etibarlı nəzarətçi təyin etdik. Allah dedi: "Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, mənim elçilərimə inanıb müdafiə edib yardım etsəniz və kasıblara könüllü yardım etməklə Allaha gözəl bir borc versəniz, əlbəttə mən təqsirlərinizdən keçər və sizi ağacları altından çaylar axan cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra inkar etsə, bilsin ki, artıq o doğru yoldan azmışdır." Maidə surəsi 12-ci ayə. Ayələrdən səmimi və əməli salih Musəvi və Xristiyanların Qur'anda gözəl sözlərlə tərifləndiyi və Allah tərəfindən mükafatla müjdələndiklərini çox açıq şəkildə başa düşmək olur. Allah bu insanları cənnətinə alacağını bildirir. Bu Allahın həmin bu insanlara sevgi ifadəsidir. Bir müsəlman Allahın sevdiyi, cənnətinə qəbul etdiyi, razı qaldığı bir insana necə düşmən ola bilər? Qur'ana görə ola bilməz. Qur'ana görə belə bir düşmənçilik günahdır. Dolayısıyla möhmatçılar Qur'an ayələrinə məhəl qoymamaqla, saxta hədisləri özlərinə rəhbər tutmaqla, kitab əhli düşmənçiliyini yaymaqla İslama görə günah işləyirlər.